Hər birimiz gündəlik həyatımızda müxtəlif insanlarla ünsiyyət qururuq. Bunlara ailə, dostlar, iş mühiti və sosial şəbəkələr daxildir. Xüsusilə toxunmaq istədiyimiz məqam sosial şəbəkələrdə və əvvəlcədən tanımadığımız şəxslərlə qurulan ünsiyyətdir. Sosial şəbəkələr hazırda şəxsi məlumatların əldə olunması və sui-istifadəsi üçün ən uyğun vasitə hesab oluna bilər. Dövrümüzün sürətli inkişaf prosesinin müsbət tərəfləri ilə yanaşı, bəzi mənfi məqamlar da var ki, hansı ki fırıldaqçılıqla məşğul olan şəxslər də öz metodlarını təkmilləşdirərək daha inandırıcı üsullarla insanları aldatmağa cəhd göstərirlər. Həmin şəxslər daha çox insanların çətinliklərinə fokuslanmaqla bu istiqamətdə asan həll yolları təklif edərək insanların çətin situasiyalarda olmasından yararlanırlar. Məsələn, hər hansısa kiçik bizneslərlə bağlı dəvətlər, endirim linklərinin təqdim olunması, xaricdə pulsuz təhsil və ya yüksək gəlirli iş təklifləri, həmçinin özünü bank əməkdaşı olaraq təqdim edən şəxslər tərəfindən aşağı faizlərlə uzun müddətli kreditlərin verilməsinə köməklik göstərilməsi təklifləri nəzərdə tutula bilər. Buna görə də cəmiyyətimizdə, xüsusilə də yeniyetmə və gənclər arasında bu mövzuda maarifləndirmə işlərinin aparılması zərurəti də günü-gündən artır. Məsələn, bank əməkdaşı olaraq özünü təqdim edən şəxs kredit vəsaitinin əldə olunması üçün vətəndaşların şəxsi və məxfi məlumatlarını əldə etməyə çalışır. Daha sonra isə bu məlumatlar vasitəsilə ya ciddi maddi zərərlər vurur, ya da maddi zərərlərin vurulması, yaxud onun şəxsi məlumatlarının yayılması hədəsi ilə həmin şəxsi müxtəlif şəkildə insan alveri qurbanına çevirir. Tanımıram. Bilmirəm kimdir. Nə nömrədir? Bəli, buyurun. Bankdan? Buyurun. Necə yəni müdaxilə eləyiblər? Bəs indi mən nə etməliyəm ki? Hə? Yaxşı. Dedim, mənim kartımı gətir tez. Hə. Görəsən niyə belə olub? Bir dəqiqə gətirir kartı. 16 rəqəmi deməliyəm. 75-46, 24-13, 35-48, 88-93. A. Arxadakı 3 rəqəmin kodu da 776. Aha. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun, sağ olun. Digər bir fırıldaqçılıq üsulu olaraq sosial şəbəkələrdə müxtəlif alış-veriş saytlarının yüksək faizli endirim kuponlarından istifadə üçün keçidlərin təqdim olunmasıdır. Şəxslər həmin keçidlərə daxil olduqdan sonra müxtəlif aldadıcı sorğular təqdim olunur və təsdiq proseslərindən sonra fırıldaqçılar şəxsin cihazına daxil olaraq eyni üsulla vətəndaşların aldadılması və insan alveri qurbanına çevrilməsini həyata keçirirlər. Eyni zamanda xaricdə yüksək gəlirli iş təklifləri və pulsuz, həmçinin təqaüdlü təhsil proqramlarının həyata keçirilməsi də şəxslərin xüsusi maraq dairəsində olan mövzudur. Və bu vasitə ilə şəxslərin xarici ölkələrə çıxarılması təmin olunduqdan sonra müxtəlif formada istismar olunmaları fırıldaqçılar tərəfindən həyata keçirilir. Bütün bu sadalanan yollarla insan alveri qurbanına çevrilməmək üçün fərdi məlumatların düzgün qorunması və paylaşılmaması, şübhəli keçidləri və təklifləri edən şirkətləri ətraflı araşdırmadan razılığın verilməməsi tövsiyə olunur.